keçirilmiş hədəf sınağının izahlarına baxaq. Deməli, verilmiş maddi nöqtənin hərəkəti hansı cismə nəzərən öyrənilirsə, həmin cismə hesablama cismi deyilir. Çeviri üzrə bərabər sürətli hərəkətdə 1/2 pi vur kök altında A bölünsün R ifadəsi ilə hansı fiziki cəmiyyət təyin olunur? 1/2 pi yazaq. A-nın yerinə yazaq 4 pi kvadratı R n kvadratı. Aşağıda da bir dənə R var. Yəni bu R'lər bir-birini aparsın. 4 pi kvadrat n kvadratından da deməli çıxır 2 pi n. Aşağıda da bir 2 pi'miz var. İxtisar gedir, qalır nə? Tezlik. Yəni dövr etmə tezliyi olacaq A variantı. Cisim 80 metr hündürlükdən sərbəst düşür. Düşmə müddətinin axırıncı saniyəsində getdiyi yol, düşmə müddətinin birinci yarısına getdiyi yoldan neçə metr çoxdur? Baxın, cisim sərbəst düşürsə, onda onun düşmə müddətini necə tapırdıq? T bərabərdir. Kökün altında 2h bölünsün j ilə. 2 vurulsun 80 bölünsün 10. Kök altında 16, oradan da çıxır 4. Deməli, cisim 4 saniyə neyinir? Sərbəst şəkildə düşür. Baxın, bir də sərbəst düşmədə belə bir qaydamız var idi ki, ilk saniyə 5, sonra 15, 25, 35. Cəmi 80 edir. Deyir ki, indi düşmə müddətin axırıncı saniyəsində bax 35 metr yol gedib. Getdiyi yol düşmə müddətinin birinci yarısında 4 saniyə yerə düşüb, onun birinci yarısı 2 saniyə edir də. 2 saniyədə getdiyi yoldan nə qədər çoxdur? 35 çıxılsın. 5 ilə 15-in cəmi də 20 olacaq 15 metr. Cavab olur B variantı. Baxaq 34-ün həllinə. Kütləsi 16 kiloqram olan cismə bir düz xətt üzrə əks istiqamətdə yönəlmiş 60 və 220 Newton qüvvə tətbiq olunmuşdur. Cismin aldığı təcil. Baxın, əks istiqamətdə 220 Newton və 60 Newton qüvvə təsir edib. Bunda əvəzləyici qüvvəmi taparam. 220-dən çıxaram 60-ı, qalacaq 160. Düzdürmü? İndi məndən təcili soruşur. Təcil də nəyə bərabərdir? F əvəzləyici qüvvənin kütləyə nisbəti. Yəni 160-ın 16-ya nisbəti. O da verəcək mənə 10 metr bölünmüş saniyənin kvadratını. Baxaq 35-ə. İki avtomobilin hərəkət tənlikləri verilib. Birinci avtomobil ilə bağlı hesablama sistemində ikinci avtomobil necə hərəkət eləyəcəkdir? Baxın, biz bilirik ki, koordinatdan bir dəfə törəmə alsaq, bizə sürət verəcək, düzdürmü? Koordinatdan bir dəfə törəmə alsaq. Gəlin birincidən alaq törəməni. 5 + 2t'nin törəməsi bizə verəcək 2. Yəni birinci cismin sürəti 2-dir. İkinci cismin sürəti isə 3-dür. Deyək, birinci avtomobil ilə bağlı hesablama sistemində ikinci avtomobil necə hərəkət eləyəcək? Yəni ikincinin birinciyə nəzərən sürətidir. 2-dən çıxacaq 1-i. Yəni 3-dən çıxırıq 2-ni, cavab eləyir 1. Yəni müsbət tapdıq. Yəni müsbət 1 tapdıqsa, deməli cisim x istiqamətində müsbət 1 metr bölü saniyə sürətlə hərəkət eləyir. Doğru bərabərlikləri müəyyən edin. Baxaq. Tangens alfa, bəli, bucaq qarşısındakı katetin bitişik katetə nisbətidir. Kotangens onun tərsidir. Kosinusdakı bucağa bitişik katetin hipotenuza nisbəti. Baxın, 3, 4 deməli düzbucaqlı, üçbucaqlısı, onda hipotenuz Pifaqor teoreminə görə 5 çıxır. 5 də düzdür. 1, 3, 5. Cavab olacaq C variantı. Baxaq. Çeviri üzrə bərabər sürətli hərəkət edən cisim üçün xətti sürət və mərkəz qaçma təcilini hesablayın. Hesablayaq. Bax, V nəyə bərabərdir? V bərabərdir 2 pi R bölünsün T'yə. Gətirək qoyaq yerinə. 2 vurulsun, 3 vurulsun. 80 santimetri metrə çevirək, 100-ə bölək. Bölünsün 4, düzdürmü? 2 ilə də bu getdi. 0,4 oldu, 1,2. Deyil, mən sürəti tapdım, 1,2-dir. Təcili tapanda nə edirəm? V kvadrat bölür düsturundan istifadə edirəm. Yəni 1,2-nin kvadratı 1,44 bölünsün 0,8. O da bizə 1,8-i verir. Cavab olur B variantı. Baxaq 38-i. Baxın, birinci cizik bax budur. 250-dir. Qaşıq salınandan sonra axın bunu göstərib. İndi gəlin birinci neyniyək? Bir bölgünün qiymətini tapaq. 100-dən çıxaq 50-ni, aralarında cizgilərin sayı nə qədərdir? 1, 2. 2 cizgi var, olacaq 25. Mənim bir bölgüm 25-dir. 25-in yarısı da mənim nəyimi verir? Xətamı verir.
Deməli, bir bölgünün qiyməti 25, xətada 12,5. Deyə çıxdı. İndi baxaq, birinci 250 milli idi. Ondan sonra oldu 275. Onda nə qədər qaşıq salandan sonra nə qədər artdı? 25 artdı. 25 kub santimetr, deməli, santimetrin kubu. Baxın, milli, yox, metrin kubu olacaq. Milli 10 üstündə mənfi 3-dür. Metr kubuna çevirəndə də 1 10 üstü mənfi 3-ə vuracam. Yəni 25 vurulsun 10 üstündə mənfi 6, düzdürmü? İndi məndən qaşığın kütləsini soruşur. M də nəyə bərabərdir? Rho V-yə. Deməli, rho nə qədərdir? 28, 2,8. Deməli, santimetr kubdursa, deməli, 1 metrimiz 100 santıdırsa, onda deməli, 1 metrim 10 üstündə 2-dirsə, 1 metrim 10 üstündə 2-dirsə, onda santimetrə çevirmək üçün 2,8-i 10 üstündə mənfi 6-ya bölməliyəm. Aha. 2,8 böl 10 üstündə mənfi 6 vurulsun. Deməli, 25 vur 10 üstündə mənfi 6, o da deyiləcək 70, cavab olur C variantı. Hansı bəddə vektorial fiziki cəmiyyətlər verilib? Qüvvə, təcil və sürət vektorial cəmiyyətlərdir. Baxaq 40-a. Şəkildə çay sahilinin A nöqtəsindən eyni anda üzməyə başlayan iki üzgüçünün suya nəzərən V1 və V2 çayın axınının və çay sürət vektorları təsvir olmuşdur. Hansı ifadə doğrudur? Üzgüçlər sahilə eyni vaxtda çatacaqlar. Baxın, D nəyə bərabərdir? V şaqili toplanan vurulsun T. Birinci biz cisimlərin şaqili toplananlarına baxmalıyıq. Baxın, birinci cismin şaqili toplananı 2 damadır, elə ikincinci də 2 damadır. Ona görə deyirsən ki, hə, eyni vaxtda çatacaqlar. Müxtəlif vaxtlarda yox. Bir də üzgüçlər sahilə çatanda axın istiqaməti yerdəşmələri eyni olur. Baxın, gətirək bu çay bir damadır. Bunu baxın, cisimlərin sürətinin sonuna bax, belə birləşdirək. İndi baxaq, düzgün çəkə biləcəmmi? Gəlir, bax, cisim burada çıxır. Burada olanda isə, bax, təxmini bu qədər məsafə gedir. İndi əlavə damaları artırsaq. Aha. Baxaq. Yer dəyişməsi 2 dama burada. 1, 2, 3, 4 dama burada. Kök altında 2-nin kvadratı 4, 4-ün kvadratı da 16. Baxın, onda biz buranı tapa bilərik. Heç ona da ehtiyac yoxdur, istəyirsiniz, gəlin belə eləyək. Deməli, digər cismin isə, baxın, buradan məsafəsi, bax, buradan məsafəmiz də budur. Elə baxan kimi görürsən ki, yerdəyişmələr fərqli olur. Yerdəyişmələr müxtəlif olacaq. Cavab olacaq 1, 4 A variantı. Baxaq 41-ə. 90 km böl saat. 90-ı vuraq 1000-ə, bölək 3600-ə. Sıfırlar getdi. Deməli, cavab eləyəcək 25. Birə uyğundur bu. Sonra 18-i vuraq 1000-ə, bölək 3600-ə. Sıfırlar getdi. 2 olacaq 5. 108 30 metr böl saniyədir. Cavab olacaq C variantı. Bir-birinə toxunan el radiuslu 2 mis kürənin radiusunu necə dəyişmək lazımdır ki, onlar arasında cazibə qüvvəsi 16 dəfə azalmış olsun. Baxın, cazibə qüvvəsinin düsturunu yazaq. F nəyə bərabərdir? J M1 vurulsun M2 bölünsün R-in kvadratı. J M1-in yerinə yazırıq rho V. Baxın, 2 dənə misdir. Mis olduğuna görə rho-da V-si də eynidir. Vurulsun rho V bölünsün R kvadratı. Kürə olduğuna görə də J rho kvadrat, onsuz da rho-nun bir önəmi olmayacaq. Vurulsun 3-də 4 pi R kubu. Vurulsun 3-də 4 pi R-in kubu. Aşağıda da bir R kvadratım var.
Deməli, yuxarı olduğu R kubu cəmi olacaq R üstü 6. Aşağıda bir R kvadrat var. Bunlar ixtisar gedəndə nə qalır? R üstündə 4 qalır. Deməli, bizim cazibə qüvvəmiz məsafənin üstü 4-ündən düz asılıdır. Cazibə qüvvəsinin 16 dəfə azalması üçün radius 2 dəfə azalmalıdır. Eyni sıxlıqlı planetlərin səthində qravitasiyasının intensivlikləri nisbəti. Baxın, J nəyə bərabərdir? J M bölünsün R kvadratı. J, M-in yerinə yazırıq. Rho V bölünsün R kvadratı. Bərabərdir. J, Rho, sıxlığın üstə eynidir. 3-də 4, pi R kubu. Aşağıda da bir R kvadratı var. İxtisar aparırıq. Burada nə alırıq? Alırıq ki, J, R-in birinci dərəcəsinə mütənasibdir. Onda J1-i J2-yə bölsəm, R1-i D2-yə bölməliyəm. Cavab da eləyəcək 3 A variantı. Şəkildə cismin təcilinin proyeksiyasının zaman asılıq qrafiki təsvir olunmuşdur. Cismin sürətinin proyeksiyasının zaman asılığı. Baxın, AT-dən görsünüz 0 göstərir. Deməli, cisim necə hərəkət edib? Sürətli bərabər sürətli. Onda da VT-dən asılı deyil. Həm 2-də, həm 5-də. Sükunət vəziyyətindən düz xətli bərabər təcili hərəkətə başlayan cisim hərəkət müddətinin birinci yarısında 120 metr yol getsə, ikinci yarısına nə qədər yol gedir? Deməli, 2 saniyə hərəkətdə olubdur. Və cisim sükunət vəziyyətindən hərəkətə başlayırsa, mütləq şəkildə yeniləşən hərəkət etməlidir. Və birinci saniyədə, ikinci saniyədə gedilən yol düsturuna görə S qədər yol gedirsə, ikinci saniyədə 3S qədər yol gedir. Birinci saniyədə 120 metr yol gedibsə, üçüncü saniyədə onun 3 dəfə çox, yəni 360 metr yol getmiş olacaq. Maddi nöqtənin çeviri üzrə bərabər sürətli hərəkətində xətti sürətin bucaq sürətindən asılılıq diaqramı verilib. Hansı nöqtə mərkəzi qaçma təcilinin ən kiçik qiymətinə uyğundur? Mərkəzi qaçma təcili omega vurulsun V-dir, düzdürmü? Ən kiçik qiymət olması üçün omega-da V-də ən kiçik olmalıdır. Omeganın ən kiçiyi bu, V-nin də ən kiçiyi bu, kəsişdirir 5. Cismə təsir edən ağırlıq qüvvəsinin yer səthindən olan hündürlükdən F nəyə bərabərdir? J, M1 vurulsun M2 bölünsün R plus H-ın kvadratı. Müəyyən bir dəyərdən tərs asılıq. F qüvvəsi kütləsi M1 olan cismə 2 metr bölü saniyə kvadratı, kütləsi M2 olan cismə isə 3 metr bölü saniyə kvadratı təcil verir. İki cismin birlikdə eyni qüvvənin təsiri ilə təcil nə qədər olar? Baxın, eyni qüvvədə F nəyə bərabərdir? M1 vurulsun 2-yə. F bərabərdir M2 vurulsun 3-ə. Gəlin buradan M1-i tapaq. M1 nəyə bərabərdir? F bölünsün 2. M2 nəyə bərabərdir? F bölünsün 3-ə. Deməli, eyni qüvvənin təsiri ilə birlikdə hərəkət etsələr, nə qədər təcil olar? Eyni qüvvə ilə yenə M1 plus M2 yazmalıyam. Yəni, F bölü 2 üstə gələk F bölü 3 vur A. F bərabərdir. Ortaq məxrəc 6-dır. Olacaq 3F üstə gələk 2F vurulsun A. Aha. Yuxarı eləyəcək 5F vur A bərabərdir F-ə. F-lər ixtisar gedir. Düzdürmü? Qalacaq 6-da 5 A bərabərdir 1-ə. A-nı tapanda da 1-i bölürük. 6-da 5-i olacaq 5-də 6. 6-nı da 5-ə böləndə olacaq 1,2 metr bölünsün saniyə kvadratı. 150 metr hündürlükdən 20 metr bölü saniyə başlanğıc sürətlə şaquli yuxarı atılmış cismin uçuş müddəti ərzində getdiyi yolu hesablayın. Baxın, cisim müəyyən hündürlükdən, yerdən müəyyən 150 metr hündürlükdən 20 metr bölü saniyə başlanğıc sürətlə artılır. T qalxma müddəti nəyə bərabər olacaq? V0 bölü J-yə, yəni 2 saniyə. Cisim 2 saniyə gəlir, maksimal qalxma hündürlüyünə çatır. 2 saniyə. 2 saniyə yenə gələcək əvvəlki vəziyyətinə çatacaq. Getdiyi yol soruşur bizdən. Aha. Deməli, nə qədər, deməli, 20 metr bölü saniyə sürətlə nə qədər, 2 saniyə nə qədər hündürlüyə qalxacaq? V0 kvadrat bölü 2J-dən tapaq. 20-nin kvadratı 400 bölünsün 20 olacaq 20 metr. Yəni, cisim 20 metr qalxır. Aha, 20 metrdə düşür, gəlir eyni vəziyyətə. 20 metr qalxır, 20 metr düşür. Ondan sonra da aşağıya doğru 150 metr düşür. Ümumi nə qədər yol gedir? Bax, bu 150 üstə gələk. 20 qalxır, 20 düşür. Yəni 40. Olacaq 190 metr. Cavab olur D variantı.
Maddi nöqtə çeviri üzrə 6 metr bölü saniyə sürətlə hərəkət edir. Periodun 1/4-ə bərabər müddət ərzində maddi nöqtənin yerdəyişməyə görə orta sürəti. Baxın, çevrəmizi çəkdik. 1/4-də cisim buradan bu vəziyyətə gəlir. Düzdürmü? Və orta sürətimiz nəyə bərabərdir? S ümumi bölü T ümumi. Baxaq, nə qədər yol gedir. Baxın, yerdəşməsi nəyə bərabər olacaq? R göydə 2-yə. Periodun da 1/4-ə yazırıq T bölünsün 4-ə. İndi baxaq, V nəyə bərabərdir? V bərabərdir 2pi R bölünsün T-yə. Sürəti verib 6 bərabərdir. 2 vurulsun pi 3 R bölünsün T. Buradan tapıram ki, bu 6 ixtisar gedir. R bölü T mənə nəyi verir? R bölü T mənə 1 verir. Gətirək burada qoyaq yerinə. Baxaq, 4 qalxacaq yuxarı olacaq 4 R kökdə 2 bölünsün T. Baxın, bu R bölü T mənə 1'i verdi, düzdürmü? Onda 4 kökdə 2 qalacaq hələ. Yerdəşməyə görə orta sürət 4 kökdə 2 olacaq. Düzxətli bərabər sürətlə hərəkət edən cismə təsir edən 4 qüvvənin 3'ü şəkildə təsvir edilmişdir. Cismin əvvəlki hərəkət halını saxlanması üçün F4 qüvvəsi nə qədər olmalıdır? Baxaq. Baxın. Birinci bizə 3 dənə qüvvə verilib. Gəlin bu 3 dənə qüvvənin əvəzləyicisini tapaq, ən yaxşısı. Ondan sonra F4 qüvvəsinin onun əksi istiqamətində yönəldək ki, cisim axırda əvəzləyici qüvvə 0 olsun və sükunətdə qalsın. Baxaq, yuxarıya istiqamətdə 2 Newton F1, X oxu əksi istiqamətində X oxunun əksi istiqamətində 1. F2-yə baxaq, X oxu istiqamətində 2, F3-ə baxaq. Bax, budur da. Y oxu əksi 1, X oxu istiqamət 1. Baxaq. Yuxarı 2, aşağı 1. Onda olacaq yuxarı 1, 2, 2 bir-birini tarazlaşdırır. Deməli, mənim əvəzləyici qüvvəm nə oldu? Əvəzləyici qüvvəm, baxın, yuxarı istiqamətində 1, bax, budur. Bu 3 qüvvənin əvəzləyicisi budur. Onda F4 onun əksi istiqamətində yönəlməlidir ki, axırda cisim sükunətdə qalsın, olacaq aşağı bir variantı. Eyler-Venn diaqramda düz xətt boyunca hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamanla asılılıq qrafikinə uyğun oxşar fərqli cəhətləri müəyyənləşdirir. Birinci cismə baxaq. Birinci qrafikə baxaq, daha doğrusu düz xəttli bərabər sürətli hərəkətdir. İkinci təcilli yavaşlayan hərəkətdir. Deməli 5 saniyə ərzində 50 metr yol gedib. Baxın, S bərabərdir VT-dən 10 vurulsun 5 olacaq 50 metr 3. 5 saniyədə 25 metr yol gedəndə boş bucağın sayısını tapmalıyıq da. 5 bölünsün 2 vurulsun 10. Yəni oturacağı yarıya bölüb hündürlüyə vururduq. Olacaq 25. 4 də gedir bura. O oxu istiqamətində hərəkət edir. Bəli, ikisi də, baxın, burada da sürət müsbətdir, burada da müsbətdir. 5 də gedəcək ortaya. Deməli 1, 3, 5, 2, 4 cavab olur B variantı. Yerlə bağlı hesablama sistemi inersial hesab olunur. Hansı halda təyyarla bağlı hesablama sistemi inersial hesab etmək olar. Baxın, inersial olması üçün ya sükunətdə qalmalıdır, ya da düz xəttdə bərabər sürətlə hərəkət etməlidir. Sabit sürətlə hərəkət etməlidir. Biri götürürük, artan sürətlə olmaz. Sükunətdə qaldıqda ola bilər. Qalxarkən olmaz, təcil hərəkət eləyir. Və sabit təcil, ümumiyyətlə təcil sözü olmamalıdır. Ya sükunət, ya da düz xəttli bərabər sürətli hərəkət etməlidir. Baxaq 54-də. Yer səthində sükunətdə olan 20 kiloqram kütləli cisim 5 metr bölü saniyə kvadratı təcillə şaqlı aşağı istiqamətdə hərəkət edir. Ağırlıq qüvvəsi. Baxın, ağırlıq qüvvəsinə təcil təsir etmir. Elə MJ-dir. 20 vurulsun 10 cavab eləyəcək 200 Newton. Cisim aşağı yuxarı təcil hərəkət etsə də onun ağırlığı dəyişmir, sadəcə çəkisi dəyişir. Düzxətli bərabər sürətli hərəkət edən qatar tərpənməz müşahidəsinin yanından 10 saniyəyə, uzunluğu 900 metr olan tünel isə 30 saniyə keçir qatarın sürəti. Baxın, burada bir dənə müşahidəçi çəksək, müşahidəçidir bu, düzdürmü? Deməli, qatar bu vəziyyətdədir, gəlir, bax, bu vəziyyətdə də keçir, düzdürmü? Nə qədər məsafə qət edir? Elə öz uzunluğu qədər qatar neyinir? Məsafə getmiş olur. İndi isə tunelin içərisindən keçsin. Yəni, bunu da belə yazaq. Sürət nəyə bərabərdir? L bölünsün 10-a. Müşahidəçinin yanına, çünki 10 saniyə sürətlə keçir. İndi bir dənə tunel çəkək. Deməli, baxaq, qatar tunelə daxil olur, sonra tuneli neyinir? Tərk eləyir.
Bu zaman nə qədər məsafə gedir? Bir, tunelin uzunluğunu gedir, yəni 900 metr. Bir də öz uzunluğunu gedir, L. Onda belə yazırıq da 900 üstə gələk L. Deməli, tuneli 30 saniyə tərk edir. Bölünsün 30 bərabərdir V-yə. Çünki eyni sürətlə gedir də qatar. Onda bu V-nin bu ifadəsini gətirək qoyaq yerinə. Olacaq 900 üstə gələk L bölünsün 30 bərabərdir L bölünsün 10-a. Gəlin tənliyimizi həll eləyək, bərabərliyimizi həll eləyək. Daha doğrusu. Buradan ixtisar gedir, olur 3L bərabərdir 900 üstə gələk L. Onda 2L 900-dürsə, onda L nəyə bərabərdir? 45. Daha doğrusu 450. Deməli biz tunelin, daha doğrusu qatarın uzunluğunu tapdıq. 450. Gətirək yerinə qoyaq. 450 bölünsün 10 olacaq 45 metr bölünsün saniyə. 56. Kütləsi 5 kiloqram olan cismə təsirdən əvəzləyici qüvvə Fx mənfi 40 Newtondur. Neçə saniyədən sonra cisim dayanacaqdır. Baxaq. F əvəzləyici qüvvə nəyə bərabərdir? MA-ya. Gəlin birinci təcili tapaq. F əvəzləyici mənfi 40, kütlədə 5 olacaq. Mənfi 8 metr bölünsün saniyə kvadratı. V də nəyə bərabərdir? V0 minus AT. Dayanması üçün son sürət nəyə bərabər olmalıdır? 0-a. 20 x ox istiqamətdədir, müsbətdir. Çıxılsın 8, vurulsun t bərabərdir 0-a. Burada t-ni tapaq. 20 bölünsün 8. 4-ü ixtisar getsə 2, 5 olacaq. 2,5. Yəni cisim 2,5 saniyədən sonra neyəcək? Dayanacaq. Bərabər yeniləşən, bərabər yavaşlayan, bərabər sürətli hərəkəti seçək. Deməli, bərabər yeniləşən olması üçün sürət də təcildə eyni işarəli olmalıdır. Baxaq. Yeniləşən də bax, sürət də təcildə eyni işarəlidir. Yavaşlayan olması üçün əks olmalıdır. Sürət mənfi, təcil müsbətdir. Bərabər sürətli olması üçün isə, məsələn, x bərabərdir, x0 üstə gələk VT şəklində olmalıdır. Yəni, C də gedəcək bura. Sonra AT təcilli hərəkətdə başlanğıc sürətsiz, deməli, yeniləşən hərəkət eləyəcək. Bir də sürət təcil əks işarəlidir, B də gedəcək bura. Yəni, AD, BY, C. İpdən asılmış kütləsi 12 kiloqram olan bir cins kürə tarazlıqdadır. İpdə yaranan gərilmə qüvvəsi aşağıya doğru, bunun ağırlığı var, olacaq 120 Newton. Bax, bu T gərilməmizi də gəlin toplananlara ayıraq. Ayırdıq. Bura alfadırsa, onda bu bucaqda alfadır. Onda bura olacaq T kosinus alfa, bura olacaq T sinus alfa. Tarazlıqda olduğuna görə yuxarı təsir edən qüvvələr aşağı təsir edən qüvvələrə bərabərdir. 120 bərabərdir T vurulsun, kosinus alfa 0,8-dir. Onda buradan T-ni tapırıq ki, bizə nəyi verir? T bizə verəcək 150 Newtonu. Kütləsi 4 kiloqram olan cisim iki qüvvənin təsirlə üfüqi istiqamətdə bərabər təcilli hərəkət edir. Cismin təcilinin OX oxuna görə proyeksiyasını hesablayın və uyğun qiymətləri göstərərək zamanın asılıq qrafikini qurun. Baxaq. Birinci baxaq ki, F1 qüvvəsi X oxu əksi istiqamətində təsir edir. F2 qüvvəsinə baxsaq, proyeksiya ayıraq. Bu F2 sinus alfadır. Bu isə F2 kosinus alfadır. F2'miz nə qədərdir? 100 Newton. Kosinus 60 dərəcədə də 2də 1. Onda 100'ü 2də 1'ə vururuq, olur 50. F1'imi də verib 60. Deməli, X oxu əksi 60'da artır. X oxu istiqamətdə 50 də artır. Onda mənim F əvəzləyici qüvvəm nəyə bərabər olacaq? Mənfi 10'a əks istiqamətdə olduğuna görə çıxırıq. Kütləmi də verib 4 kiloqram. Cismin təcili nəyə bərabərdir? F əvəzləyici bölünsün M. Yəni, mənfi 10 bölünsün 4 mənə verəcək mənfi 2,5-i və bərabər təcili hərəkətdə təcilin proyeksiyasının zamandan asılılığı da sabit olacaq. Aşağıda 2,5, yəni T oxundan aşağıda, yəni X oxu əksi istiqamətdə aşağıda görsüz sabit 2,5 olacaq. Deməli, o X oxu istiqamətində 5 metr böl saniyə başlanğıc sürətlə bərabər yavaşlayan hərəkət edən maddi nöqtə K nöqtəsindən L nöqtəsinə 10 saniyə müddətində gəlmişdir. Maddi nöqtənin koordinatını
zamandan asılığı tənliyini yazın. Baxın, başlanğıc sürəti mənə verib 5 metr bölünsün saniyə sürətlə hərəkət edir. Gəlin ümumi yerdəşməni tapaq. Yəni son çıxılsın başlanğıc. Son 80-dir, başlanğıcda -50-dir. Çıxırıq -50-ni, cavab olur 130 metr. Deməli, ümumi nə qədər cisim yerləşmə edib 130 metr. Gəlin indi təcili tapaq. V0 xt deməli cisim x istiqamətdə hərəkət etdiyinə görə yeniləşən hərəkət edir. Qoyaq verilənləri yerinə 130 bərabərdir. 5 vurulsun zaman 10 üstə gələk. Amma yox. Cisim yavaşlayan hərəkət edir axı. Yavaşlayan olduğuna görə burada işarə olacaq mənfi. Diqqətimdən yayındı o. Ax vurulsun deməli onun kvadratı 100 bölünsün 2. Deməli buradan tənliyimizi həll edib ax-ı tapırıq. Nə qədər eləyir? Mənfi 1/6. Tapdıq. Təcili tapdıq. Onda bizim koordinat tənliyimiz belə olacaq da. X bərabərdir. X0 yəni -50 üstə gələk. Təcil sürətimiz 5. T təcil 1/6-dır. Olacaq -1/6 t kvadratı bölünsün 2. Onda belə olacaq. -50 üstə gələk 5-dir. 1/6-nı 2-yə böləndə olacaq 0,8 t kvadratı. Tapdıq. İzlədiyiniz üçün təşəkkürlər.